Vəkillər insanları müdafiə etmək üçün deyil, insanları müdafiə etmək üçün hüquq mühafizə orqanları var. Uzun müddət hətta hüquq mühafizə orqanlarında işləyən şəxslər də oradan öz xahişlərlə azad olunub vəkilliyə gəlirlər. Bütün vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüquqları vardır. Vəkillərin digər hüquqşünaslardan fərqləndirən məsələlərdən biri də xüsusi qaydada vəkilliyə seçilmələridir. Təbii ki, bu vəzifəni yerinə yetirmək çox da elə asan məsələ deyil. Çox şərəfli bir iş olsa da, həm də çox çətin məsələdir. Çünki bunun sübut olunması, heç bir vəzifəli şəxs, heç bir dövlət orqanı, heç bir fiziki şəxs vəkilə vəkillik peşəsi ilə bağlı təzyiq göstərə bilməz. Yəni, bu o demək deyil ki, vəkil nə istəsə, onu elə bilək. Qanunvericilikdə nəzərdə tutulmuş qayda və üsullarla vəkilliyin inkişafında yeni bir dövr başlayıb. Bu, yəni, danılmaz bir faktdır, göz qabağındadır və sonradan bu vətəndaş vəfat edir. Çox maraqlı bir hal yaranır ki, bank da vətəndaşı məhkəməyə verir və bir nəfər şəxs də bu şəxsə bu məbləğdə borc vermişəm. İndi bu da ölüb, bunun atası, anası, həyat yoldaşı, bunun varisləridir, vərəsələridir, mənim pulumu qaytarsınlar. Mən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İbrahimov Ramiz Hilaloğlu 12 noyabr 1951-ci ildə Ağcabədi rayonunda anadan olmuşam. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olmuşam və 1980-ci ildə universiteti bitirmişəm. 80-83-cü illərdə universitetin Mülki Hüquq Kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmuşam. Sonradan müxtəlif idarə və müəssisələrdə çalışmışam və 1999-cu ildən Vəkillər Kollegiyasının üzvüyəm. Eyni zamanda 2001-ci ildən Mərkəz Seçki Komissiyasının üzvüyəm və Vəkillər Kollegiyasında fəaliyyətim dövründə, yəni 2001-ci ildən Bakı şəhər 4 saylı Vəkil Bürosunun müdiri vəzifəsində çalışıram. 2005-ci ildən 2023-cü ilə qədər Vəkillərin İxtisas Komissiyasının sədri olmuşam. Bildirmək istəyirəm ki, Azərbaycanda vəkilliyin həqiqətən böyük tarixi var. Azərbaycan vəkilliyinin artıq 100 illiyini də qeyd etmişik və qeyd etmək istəyirəm ki, ilk demokratik cümhuriyyətin, yəni Azərbaycan hökumətinin üzvlərinin xeyli hissəsi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olub. Və bu illər ərzində vəkillik müəyyən inkişaf yolu keçib. Artıq Sovetlər dönəmində Azərbaycanın Vəkillər Kollegiyası haqqında əsasnamə var idi. Əsasnamə əsasında fəaliyyət göstərirdi. Həmin dövrdə Vəkillər Kollegiyası, belə deyək də, müstəqil fəaliyyət göstərə bilmirdi. Birincisi, cinayət prosessual qanunvericiliyin tələblərinə görə bütün istintaq qurtardıqdan sonra ancaq vəkil müdafiə buraxılırdı cinayət işlərində. Eyni zamanda Vəkillər Kollegiyasına Azərbaycan SSR-nin Ali Soveti rəhbərlik eləyirdi və onlar da həmin o səlahiyyətlərini vermişlər Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyinin Vəkillər Kollegiyası Rəissiyyət Heyətinin qərarını ləğv etmək hüququ var idi, yəni müəyyən hallarda. Müstəqillik dövründə Azərbaycan Respublikasının konstitusiyası qəbul olunduqdan sonra ölkədə məhkəmə hüquq islahatları başladı və məhkəmə hüquq islahatlarının başlaması çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə bağlı, yəni vəkillər və vəkillik fəaliyyəti haqqında qanun hazırlanmağa başladı. Həmin vaxtda məhkəmə hüquq islahatları ilə bağlı komissiya yaranmışdı. Həmin komissiya tərəfindən bu məsələ də gündəlikdə idi. 1999-cu ildə vəkillər və vəkillik fəaliyyəti haqqında qanun qəbul olundu. Ruhu şad olsun, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunun qəbul edildiyi gün 28 dekabr günü də sonradan vəkillərin peşə bayramı kimi Azərbaycan Respublikasının prezidenti tərəfindən sərəncam verildi. Həmin gün vəkillərin peşə bayramı olaraq bir neçə ildir ki, artıq biz 28 dekabr gününü vəkillərin peşə bayramı kimi keçiririk. Bütün bu göstərdiyim halların özü Azərbaycan Respublikasında vəkilliyə olan münasibətləri xarakterizə edir və birinci dəfə belə bir qərar 2005-ci ildə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə olmuşdu. Həmin vaxtda həmin Vəkillər Kollegiyasına müəyyən maddi yardım göstərilmişdi. 2004-cü ildə yeni Vəkillər Kollegiyası təsis olundu bu qanun əsasında və 2005-ci ildə ilk dəfə olaraq yeni qanuna əsasən vəkilliyə qəbul keçirildi. Yəni test imtahanı, şifahi müsahibə, müvafiq icra hakimiyyət orqanı, yəni Ədliyyə Nazirliyinin akademiyasında təlim və bundan sonra
Riyaset heyəti tərəfindən vəkilliyə qəbul olunma. Əvvəl belə bir pilləli qəbul yox idi. Yəni vəkilliyə qəbul riyaset heyəti tərəfindən həyata keçirilirdi. Artıq qanunun tələbinə uyğun olaraq peşəkar vəkillərin formalaşması üçün fundament qoyuldu. Yəni qanuni fundament qoyuldu. Yəni artıq vəkillərin seçimi, kimlər vəkil ola bilərlər, hansı qaydada bu vəkillər seçilməlidirlər. Bəzən belə bir məsələ çıxır ortalığa. O deyirlər ki, insanları müdafiə etmək, yəni vəkillər insanları müdafiə etmək. Bu əslində belə deyil. Vəkillər insanları müdafiə etmək üçün deyil, insanları müdafiə etmək üçün hüquq mühafizə orqanları var. İctimai asayişin təhlükəsizliyini, insanların sərbəst və asudə gəzmələrini təmin edən orqanlar var. Vəkillər isə qanuna müvafiq olaraq insanların pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərirlər. Bu ümumi şəkildə deyirəm və bu da yenə bizim qanunla tənzimlənir. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarətdir. Bax, bu artıq vəkilliyin istiqamətidir. Yəni burada vəkillik qarşısında qoyulan vəzifədir. Bax, görürsünüz, vəkillik qarşısında hansı tələblər qoyulur? Hüquqşünaslar çoxdur. Amma vəkillər bu peşə fəaliyyəti olduğuna görə xüsusi seçilmiş, yəni xüsusi qaydada seçilmiş şəxslər vəkillik fəaliyyəti göstərə bilərlər. Artıq siz bilirsiniz ki, vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna yaxın vaxtlarda əlavə və dəyişikliklər idi. O dəyişikliklərdə bu hüquq stajı 1 ilə yendirildi. Bu da çox böyük önəmə malikdir, əhəmiyyətə malikdir ki, bəzən görürdünüz ki, vəkilliyə universiteti bitirən şəxslər vəkilliyə gəlmək arzusunda olsalar da, onlar 3 il hardasa hüquqşünas fəaliyyəti göstərməlidirlər. 3 il ərzində də onlar orada müəyyən dərəcədə möhkəmlənirlər, müəyyən təcrübə yığırlar. Son dövrlərin təcrübəsi göstərdi ki, o uzun müddət hətta hüquq mühafizə orqanlarında işləyən şəxslər də oradan öz xahişlərlə azad olunub vəkilliyə gəlirlər. Bu da vəkilliyin cəmiyyətdə nüfuzunun artmasıdır. Yəni göstərir ki, vəkilliyin nüfuzu çox yüksək səviyyədədir. Bilirsiniz ki, vəkillər bir neçə istiqamətdə mülki hüquqların müdafiəsi ilə və cinayət məsuliyyətinə cəlb edilmiş təqsirləndirilən şəxslərin və yaxud zərər çəkmişlərin cinayət prosesində müdafiələrinin həyata keçirilməsində fəaliyyət göstərirlər və bu istiqamətdə də vəkillər bu fəaliyyətlərini peşəkarcasına həyata keçirməlidirlər. Konstitusiyanın 61-ci maddəsində göstərirlər ki, bütün vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüquqları vardır. Və belə bir hüquqi yardıma vətəndaşları üçün zəmanət verən dövlət təbii ki, vəkilliyin inkişafında, vəkilliyin müstəqilliyinin artmasında, vəkilliyin maddi-texniki bazasının yüksəldilməsində maraqlıdır. Vəkilliyi digər hüquqşünaslardan fərqləndirən məsələlərdən biri onların qanuni təsisat olan, konstitusiyada nəzərdə tutulmuş vəkillər kollegiyasında vəkil olaraq birləşməsidir. Vəkillər kollegiyası qanuni təsisatdır. Azərbaycan Respublikasında hüquq müdafiə fəaliyyətini həyata keçirən hüquqi təsisatdır. Qanunda birbaşa göstərilib. Vəkillər də bu təsisatda birləşirlər və fiziki şəxslərə, həm də hüquqi şəxslərə, müraciət edilmiş şəxslərə, onlarla bağlanmış tapşırıq müqavilələri əsasında və yaxud hüquq mühafizə orqanları, məhkəmələr tərəfindən verilən qərarlar əsasında hüquqi yardım göstərirlər. Vəkil hüquqi yardım göstərən, yəni şəxslərdir, vəkillər. Və vəkillərin ən, belə deyək, ümdə onları digər hüquqşünaslardan fərqləndirən məsələlərdən biri də onların xüsusi qaydada vəkilliyə seçilmələridir. Yəni, vəkillik statusunu əldə etməlidir. Qanunvericiliklə müəyyən edilmiş qaydada vəkillik, yəni test imtahanını vermiş, şifahi müsahibədən keçmiş, müvafiq dövlət orqanının təşkil etdiyi təlimdən keçdikdən sonra və nəhayət vəkil andı işdən sonra, vəkil test imtahanından da keçər, şifahi müsahibədən də, təlimdən də, amma nə qədər ki o vəkil and içməyib, o vəkil statusu əldə etmir. Yəni insanları müdafiə etmək dedikdə bu vəkil fiziki mənada insanları müdafiə eləmir. Vəkil insanların, yəni vətəndaşların pozulmuş hüquq və mənafələrini müdafiə edir və bu sayədə hüquqi yardım göstərir. Təbii ki, bu vəzifəni yerinə yetirmək çox da elə asan məsələ deyil. Vəkil kifayət qədər hazırlıqlı olmalıdır bu məsələlərlə bağlı. Vəkil kifayət qədər təcrübəyə malik olmalıdır ki, bu məsələlərin öhdəsindən gəlsin. Çünki insanların pozulmuş hüquq və
mənafelərinin müdafiə edilməsi üçün birincisi onların hüquqlarının həqiqətən pozulub pozulmaması müəyyən olunmalıdır ki, bu pozulub pozulmur. Buna görə də vəkil digər belə deyək də sahibi hüquqşünaslardan fərqli olaraq hər tərəfli biliyə və təcrübəyə malik olmalıdır ki, bu məsələləri yerinə yetirə bilsin. Mən hesab edirəm ki, vətəndaşların konstitusiya ilə verilmiş hüquqlarının və mənafelərinin pozulmasının müdafiə edilməsi çox şərəfli bir iş olsa da, həm də çox çətin məsələdir. Çünki bunun sübut olunması, bu məsələlərin qanun müstəvisində həll olunması, bir daha qeyd edilən vəkillərdən çox böyük, dərin bilik, savad və təcrübə tələb edir. Ona görə də biz elə çalışmalıyıq ki, həm seçimdə Vəkillər Kollegiyasına üzvlərinə test imtahanına gələn hüquqşünasların hamısı test imtahanından kifayət qədər bal toplaya bilmirlər. Yəni o yüksək bal toplayan, yəni keçid balını toplamış şəxslər qəbul olunurlar. Sonra bunlar şifahi müsahibədən keçirlər. Burada da bunlar seçirlər. Sonra gedirlər o təlimə, orada da seçilirlər. Bunun da öz çətinlikləri var. Vəkil həqiqətən nümunəvi olmalı. Qabaq qanunda da göstərilirdi ki, vəkil peşə fəaliyyəti ilə bağlı o müəyyən pozuntulara yol verdikdə intizam məsuliyyətinə cəlb olunur. İndi artıq bu məsələdən biz o keçmişik ki, vəkil ümumiyyətlə nümunəvi vətəndaş olmalıdır və nə qədər ki o vəkildir, yəni vəkil statusunda daşıyır, o istər peşə fəaliyyəti yerinə yetirərkən, istərsə də cəmiyyətdə bir vətəndaş kimi həmişə bütün bu məsələlərə riayət etməlidir, qanunvericiliyin tələblərini yerinə yetirməlidir və bunu pozduğu halda da o bir Vəkillər Kollegiyasının üzvü olaraq deməli məsuliyyət daşımalıdır. Və qeyd etməliyəm ki, Vəkillər Kollegiyası tərəfindən təsdiq olunmuş vəkillərin davranış qaydaları var. O davranış qaydalarında birər-birər vəkillərin davranışları göstərilib. Mən hesab edirəm ki, birincisi vəkil səbirli və təmkinli olmalı. Yəni vəkil qulaq asmağı bacarmalıdır. Yəni bir qarşı tərəfi dinləməyi bacarmalıdır və eyni zamanda vəkil diqqətli olmalıdır ki, bu deyilən məsələlər buna müraciət olunanda və yaxud hər hansı bir hüquq mühafizə orqanında məhkəmədə iştirak edəndə bu məsələləri diqqətdən qaçırmasın ki, yəni hər hansı bir müvafiq detal yaddan çıxmasın, qeydlərini aparmalıdır və s. Və birincisi, ən önəmlisi vəkilin davranışında təmkinli olması. Həmişə önəm verirəm ki, yəni vəkil həmişə səbirli olub təmkinli olmalıdır. Sonra vəkil davranışında müstəqil olmalıdır. Heç kəs o müqavilə bağladığı şəxsdən başqa, belə deyək də, vəkilə bir göstəriş verə bilməz ki, bizim qanunumuz da o göstərir ki, heç bir vəzifəli şəxs, heç bir dövlət orqanı, heç bir fiziki şəxs vəkilə vəkillik peşəsi ilə bağlı təzyiq göstərə bilməz. Yəni ona təsir göstərə bilməz. Birbaşa bizim qanunumuzun tələbidir. Həmişə vəkil müstəqilliyini qoruyub saxlamalıdır. İkinci bir tərəfdən vicdanlı olmalıdır. Vəkil öz fəaliyyətində vicdanlı olmalıdır. Yəni vicdanlı deyəndə nəyə nəzərdə tutulur? Bu işi öhdəsinə götürübsə, bütün qüvvəsi ilə, bütün bacarığı ilə qanunda da göstərildiyi kimi, qanunla qadağan olmayan üsul və vasitələrlə o üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Yəni bu o demək deyil ki, vəkil nə istəsə onu elə bilək. Qanunvericilikdə nəzərdə tutulmuş qayda və üsullarla. Yəni o qanundan kənar vəkil heç bir fəaliyyət göstərməli deyil. Eyni zamanda vəkil cəmiyyətdə etimad qazanmalıdır. Yəni vəkilə əgər etimad olmasa, vəkilə inanılmasa, o vəkil fəaliyyət göstərə bilməz. Yəni vəkil o müqavilə bağladığı şəxslə və ya hüquqi yardım göstərdiyi şəxslə elə hərəkət etməlidir ki, o şəxsdə ona inam olsun. Yəni vəkilin dediyinə inansın. Bu inam olmasa, o şəxslə vəkil, o daim orada mübahisə yaranacaq. Eyni zamanda vəkil o vəkillik fəaliyyətindən istifadə edib qeyri-qanuni yolla özü üçün maddi nemətlər, müəyyən belə deyək də, əşyalar və s. əldə etməli deyil. Yəni bu da qanunvericilikdə də qadağan olunur. Təlimlərdə və s. də mən həmişə deyirəm ki, vəkil həmişə çalışmalıdır ki, belə şeylərdən uzaq olsun. Əgər vəkil hüquqi yardım göstərirsə, qanunvericiliyə uyğun olaraq öz fəaliyyətini tənzimlənməlidir. Eyni zamanda həm də bir cəmiyyətin bir vətəndaşıdır da, bir üzvüdür. O hər bu cəmiyyətdə o ictimailiyini həmişə qoruyub saxlamalıdır. Bu vəkildir. Qədim Romada vəkilin yaşadığı evin qarşısında palma ağacı əkərdilər. Julius Sezar özü də vəkil olub da, Vəkillər Kollegiyasının üzvü olub. Və həmin o evin qarşısından keçən şəxslər bilərdilər ki, bu evdə vəkil yaşayır və o vəkil orada olsa da, olmasa da o palma ağacının yanında dayanıb o vəkilə salam verib keçərdilər. Heç vəkil özü orada
yoxdur, belə deyək də, eyvanda dayanmayıb, amma yaşadığı evdir. Yəni görün hələ o vaxtdan vəkilliyə nə qədər önəm verilir. Yəni bu vəkilliyə nə qədər dəyər verilir. Bu gün Azərbaycanda da bizim çox dəyərli, ondan sonra cəmiyyətdə etimad qazanmış, cəmiyyətdə seçilən, sayılan vəkillərimizin sayı həddən artıq çoxdur. Yəni bu gün vəkillərimizin elə sayı da çox. Vəkillər kollegiyasında elə güc ondadır ki, vəkillər vasitəsilə qarşıya qoyulan vəzifələri yerinə yetirirlər. Mən hesab edirəm ki, hər hansı bir peşədə olmasından asılı olmayaraq insan əxlaqlı olmalı. Cəmiyyətimizin tələbidir ki, insan əxlaqlı olsun. Orta məktəbdə oxuyanda digər fənlərlə yanaşı əxlaqdan da qiymət verirlər və əgər əxlaqdan aşağı qiymət alan şagird olanda buna biraz yaxşı baxmırdılar ki, yəni buna deyirlər ki, bu nadinc olmağı, əxlaqsız olmağı demək deyil ki, indi mən burada əxlaqsızlıq məsələsini demək fikrində deyiləm. Amma hesab edirəm ki, elə birinci növbədə peşədən asılı olmayaraq hər bir şəxs əxlaqlı olmalıdır və əxlaqlığını nümayiş elətdirməlidir. Peşəkar olmayan vəkil təsəvvür eləyə bilmirəm. Yəni bu vəkil həqiqətən əgər bu vəkildirsə, bu peşəkar olmalıdır. Ola bilər ki, biraz təcrübəsiz vəkil olsun, yeni vəkil olsun, hələ bir o qədər vəkillik fəaliyyətinə alışmamış olsun. Amma bu vəkil elə peşəkar olmalıdır. Peşəkar vəkil üçün də bu hesab edirəm ki, əxlaqlılıq elə cəmiyyətdə nümunəvi insan olmaq deməkdir. Deməli, vəkilliyin inkişafı ilə bağlı mən qeyd etməliyəm ki, vəkillik 2018-ci ildən sonra biz bunu həmişə deyirik. Mən də bax, Riyaset Heyətinin üzvü olaraq bu tədbirlərdə də iştirak edirəm və eyni zamanda məhkəmələrdə də iştirak edirəm. Yəni bu danılmaz faktdır ki, 2018-ci ildə bizim hazırda Vəkillər Kollegiyası Riyaset Heyətinin sədri hörmətli Anar Bağırovun bu vəzifəyə seçilməsindən sonra vəkilliyin inkişafında yeni bir dövr başlayıb. Bu, yəni danılmaz bir faktdır, göz qabağındadır. Bunu mən qısa olaraq deyə bilərəm ki, həm bu vəkillərin sayının hər il keçirilən bu imtahanlar, çox gərgin keçir bu imtahanlar. Mən özüm o ixtisas komissiyasında olanda birinci dəfə 2018-ci ildə vəkilliyə qəbul keçirildi. O vaxtdan sonra ən böyük qəbul onda oldu da, hardasa 600 nəfərə yaxın şəxs vəkilliyə qəbul olundu və vəkillərin sayı gəlib 1000 nəfərdən yuxarı oldu və bundan sonra hər il 2 dəfə, 3 dəfə bu imtahanlar keçirildi. Vəkillərin sayı artdı. Vəkillərin sayının artması ilə bağlı da cəmiyyətdə vəkilliyə münasibətin dəyişməsi müşahidə olundu. Çünki vəkillik artıq cəmiyyətə açıq oldu. Hesab edilir ki, 2018-ci ilə qədər vəkillik bir qapalı təşkilat idi. Burada yəni vəkilin məlumatları heç arada dərc olunmurdu. Neçə nəfər vəkil var? Bu vəkillərin soyadı, adı, atasının adı tutaq ki, heç arada ümumi bir cədvəl şəklində göstərilmirdi ki, məsələn, vətəndaş bilsin ki, belə bir vəkillər var. Hüquq məsləhətxanaları var idi. Sonradan bu hüquq məsləhətxanalarının adlarının da vəkil bürosu adına dəyişdirilməsi də cəmiyyətin vəkilliyə alışmasına, cəmiyyətin artıq hüquq məsləhətxanası kimi yox, vəkil bürosu kimi, vəkillər kimi olmasını cəmiyyətdə təbliğ edilməsinin əsas amillərindən biri oldu. Digər məsələ vəkillər kollegiyasının artıq Azərbaycan Respublikası hüdudlarından kənara çıxıb çox nüfuzlu beynəlxalq vəkil qurumlarına üzv olmasıdır. Bugün demək olar ki, elə bir beynəlxalq vəkil qurumu yoxdur ki, Azərbaycan Vəkillər Kollegiyası o qurumun üzvü olmasın. Orada bizim nümayəndələr iştirak eləməsin. Və bunun özü göstərir ki, vəkillik bugün də inkişaf edir və eyni zamanda vəkilliyin təşkil etdiyi tədbirlər, Vəkillər Kollegiyası sədrinin təşəbbüsü ilə bu son dövrlərdə müxtəlif nazirliklərlə memorandumların imzalanması, müxtəlif görüşlərin keçirilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi dəyişdikdən sonra Ali Məhkəmə sədrinin birinci qəbul etdiyi qurumlardan biri Vəkillər Kollegiyasının üzvləri oldu. Yəni orada vəkilliklə məhkəmələr arasında məsələlərlə bağlı orada müzakirələr aparıldı. Vəkillər Kollegiyasının təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlər. Eyni zamanda beynəlxalq tədbirlərdə Vəkillər Kollegiyasının nümayəndələrinin iştirak etməsi, ora dəvət alınması, bunlar artıq öz özlüyündə göstərir ki, Vəkillər Kollegiyası dayanmadan inkişafdadır. Yəni, Vəkillər Kollegiyası bir yerdə daim inkişaf edir. Azərbaycan Vəkillər Kollegiyası dünyanın hər bir yerində demək olar ki, tanınır. Bəli, mən hesab edirəm ki, digər sahələrdə olduğu kimi, vəkillikdə də öz biliyin artırılması zəruridir. Qanunvericilik daim
inkişaf edir. Qanunvericiliyə əlavə və dəyişikliklər edilir. Əgər vəkil öz üzərində çalışmasa, öz biliyini artırmasa, o qanunvericilikdən geri qalsa, o vəkillik fəaliyyəti göstərə bilməz. Yəni daim vəkil bu məsələlərlə maraqlanmalıdır, öz üzərində işləməlidir, öz səviyyəsini artırmalıdır. Vəkillər kollegiyasının tədris mərkəzi var. O tədris mərkəzdə də müəyyən təlimlər keçirilir. Vəkillər və vəkillik fəaliyyəti haqqında qanuna bundan əvvəl edilən dəyişiklikdə 16-1-ci maddədə göstərilir ki, vəkillər mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris elm müəssisələrində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər. Müəyyən proqram əsasında daima proqram hazırlanır və bu proqram əsasında vəkillər cəlb edilir. Və eyni zamanda qeyd etməliyəm ki, vəkillik və vəkillik fəaliyyəti haqqında qanuna bax bu edilən son dəyişiklikdə yenidən 16-1-ci maddəyə əlavə edildi. Artıq vəkilin öz üzərində işləməsi qanunvericilik daha da gücləndirdi. İndi bu məcburi xarakter daşıdır. Ona görə də mən hesab edirəm ki, vəkil daim axtarışda olmalıdır. Vəkil daim öz üzərində işləməlidir. Nəinki qanunvericiliyi, elmi ədəbiyyatı, eyni zamanda bədii ədəbiyyatı. Bilirsiniz də, peşəkar vəkilin ən özəl xüsusiyyətlərindən biri onun nitq qabiliyyətidir. Əgər vəkilin nitq qabiliyyəti olmasa, o məhkəmədə, müəyyən tədbirlərdə və yaxud ona müraciət etmiş şəxslə danışığında özünü o vəkil kimi təqdim etməsi mümkün deyil. Ona görə də vəkil elm ilə bağlı, qanunvericiliklə bağlı, hətta daima öz üzərində işləyib bədii ədəbiyyatı da oxumalıdır. Hər bir şeydə məlumat olmalıdır ki, öz fikirlərini ifadə eləyərkən heç bir çətinlik çəkməsin. Nə qədər çox dünya görüşü, həm elmi cəhətdən, həm də belə deyək, bədii cəhətdən yüksək olsa, o qədər də vəkil cəmiyyətdə hörmətə malik olar. Qanunvericilik bu məsələni tənzimləyir. Prosessual məcəllədə eyni zamanda vəkillər qanunda da göstərilir ki, bunlar arasında qeyri-prosessual münasibətə yol verilməsi qadağandır. Vəkil müəyyən məsələlərlə bağlı, üzərinə götürüyor öhdəliklə bağlı və yaxud da ki, məhkəmə qərarı əsasında dövlət büdcəsi vəsait hesabından məhkəmələrdə iştirak edir, çıxış edir. Məhkəmədə vəkil tərəfdir, yəni müdafiə tərəfidir. Qanunvericilik də göstərir ki, ümumiyyətlə vəkil yox, məhkəmə zalına daxil olan hər bir şəxs o məhkəmə prosesi gedən zaman orada məhkəməyə sədrlik edənin göstərişinə riayət etməlidirlər. O cümlədən vəkil də. Vəkil yəni hakimlə o müdafiə etdiyi şəxsin maraqlarına uyğun olaraq öz sübutlarını təqdim etməlidir, öz sözlərini deməlidir, vəsadətini verməlidir və s. bu kimi məsələlərdə hakimə müraciət etməlidir. Ona görə də hesab edirəm ki, bugünkü gündə vəkilliklə hakimlər arasında da ancaq məhkəmə mübahisələri ilə bağlı sağlam münasibət olmalıdır. Gənc vəkillərə elə mənim tövsiyəm ondan ibarətdir ki, öz üzərlərində çalışsınlar. Əsas da yazı qabiliyyətlərini yüksəltsinlər. Yəni biz indi məhkəmələrdə oluruq, orada müəyyən dərəcədə iddia ərizəsidir, apellyasiya şikayətidir, kassasiya şikayətidir, belə də tərtib olunmuş məsələləri götürürük. Mən indi burada konkret olaraq hər hansı bir sənəd əlimdə yoxdur, belə deyə bilmərəm. Amma bəzən çox hallarda görürük ki, həm hüquqi cəhətdən, həm də ki, qrammatik və eyni zamanda yazılı cəhətdən zəif yazılışlar olur və burada da görürsən ki, bu vəkilin üzərində hələ çox işləməlidir. Çünki vəkilliyə qiymət necə verilir? Vəkilliyə qiymət onun o yazdığı iddia ərizəsi ilə, apellyasiya şikayəti ilə, kassasiya şikayəti ilə və yaxud da ki, tərtib etdiyi hüquqi sənədlərlə vəkil təkcə elə məhkəmədə iştirak eləmir ki, vəkil müxtəlif müqavilələr hazırlayır, müxtəlif ərizələr hazırlayır. Yəni, məhkəmədən kənar müəyyən müəssisələrə hüquqi yardımlar göstərilir. Bizdə vəkillər kollegiyada kifayət qədər savadlı gənc vəkillər var. Hətta xarici dillərdə, İngilis dilində, Alman dilində, Fransız dilində insanlara hüquqi yardım göstərirlər. Bu çox sevindirici haldır, bu halın özü. Amma mən elə gənc vəkillərə, yeni qəbul olunan vəkillərə, bu yeni fəaliyyət göstərən vəkillərə tövsiyəm ondan ibarət olar ki, öz üzərlərində çox işləsinlər, çalışsınlar, təcrübəli vəkillərdən nümunə götürsünlər, onlardan öyrənsinlər. Maraqlı işlər çox olur. Həmin mülki işlərdə, həmin cinayət işlərində. Məsələn, belə bir mülki iş mənim yadıma düşür. Deməli, bir vətəndaşın bankdan kredit götürüb və heç bir zaminsiz buna böyük bir məbləğdə kredit veriblər və sonradan bu vətəndaş
vəfat eləyib. Çox maraqlı bir hal yaranır ki, bank da vətəndaşı məhkəməyə verir və bir nəfər şəxs də verir məhkəməyə. Bank deyir ki, mən buna kredit vermişəm, mənim kreditimi qaytarmayıb. İndi bunun vərəsələri, yəni ki, hüquq varisləri, bunun atasıdır, anasıdır, bir də həyat yoldaşıdır. Bunlar bunu ödəsinlər. Vətəndaş da iddia qaldırır ki, ayrı-ayrılıqdadır bu. Bu şəxsə bu məbləğdə borc vermişəm. İndi bu da ölüb. Bunun atası, anası, həyat yoldaşı, bunun varisləridir, vərəsələridir, mənim pulumu qaytarsınlar. Hər iki iddia təmin olunur. Həm bankın iddiası, həm də vətəndaşın iddiası birinci instansiya məhkəməsində təmin olunub. Apellyasiya instansiyası məhkəməsinə veriblər. Apellyasiya instansiyası məhkəməsində vətəndaş vəkillə müqavilə bağlayır və vəkil də gedir apellyasiya instansiyası məhkəməsində ayrı-ayrı bu işlərdə iştirak eləyir və orada da deyir ki, bu şəxslər birinci instansiya məhkəməsində iştirak eləməyib. Bu nöqteyi nəzərdən bu qətnamə ləğv olunmalıdır. Yəni vəkilin arqumenti bu olur. Bank deyir ki, mənə bunu alıb ki, ev təmir eləmək üçün, bunlar ev zat təmir eləməyiblər, gəlib yerində baxış keçirdilər. O vətəndaşda da bu notariusa təsdiq olmayıb, bir belə deyək də qəbz yazıb, o imza onundur, onun deyil. Yəni bu belə bir şey yazıb, hərəsində bir vəsadət verib. Məhkəmə də orada apellyasiya məhkəməsinə belə qənaətə gəlir ki, bunlara qanunvericiliklə müəyyən olunmuş qaydada bildiriş göndərilib, bunlar o bildirişi alıblar, gəlib məhkəmədə iştirak eləməyiblər. Ona görə də bunların xəbəri olub bu məhkəmədən. Ona görə bunu qüvvədə saxlayıb. Və vətəndaş gəldi mənim yanıma, çox hörmətli bir yoldaşdır. Dedi ki, bəs belə bir məsələ var. Biz indi ər-arvad və mənim gəlinim 100.000 manat pul ödəməliyik. Biz heç bu adamın bu pulu almağın, almamağın, yəni bizim buna bir xəbərimiz də yoxdur, məlumatımız da yoxdur. Deyirlər, təmir eləyib. Bunun bu da evi var. Gəlsinlər, baxsınlar, görsünlər, bu təmir olub, olmuyor. Mən də dedim ki, yaxşı. Onda müqavilə bağlayarıq. Mən götürərəm bu məsələni, baxım, görüm nə edəm. Nəsə müqavilə zad yazıldı elədi. Mən getdim işlə tanış olmaq. Birinci növbədə mən burada özümə qeyd eləmişdim ki, işlə tanış olduqda mən nəyə fikir verməliyəm? İddia tələbi ki, qaldırılıb bu atasına, anasına qarşı, arvadına qarşı. Bunlar hansı mirası qəbul eləyiblər? Bu adamın mirası varmı? Bunlar bunu qəbul eləyiblər, eləməyiblər. Elə birinci işi tanış olanda baxdım, gördüm ki, burada iş vərəsəlikdən söhbət də getmir. Elə heç kəs nə miras qəbul eləyib, nə heç işin içində də elə bir şey yoxdur. Və bu məsələdən yapışıb, belə deyərlər də, əldə eləyəndən sonra müəyyən başqa məsələlərdə və orada ki, bankda bu məbləğdə pulu necə veriblər? Bunun zamini yox, heç bir şey yox. Bu da araşdırılmayıb. Eyni zamanda yenə də həmən məsələni ki, o birisində də bu bir qəbz verib, araşdırılmayıb. İkinci dəfə apellyasiya yolunda gəldi dedi. Birinci də elə deyir ki, elə borc vermişəm versin. Ta başqa araşdırma getməyib. Elə deyir ki, məndən borc istədi. Münasibətimiz vardı, mən verdim. Yazdım, bunu hazırladım, ali məhkəməyə göndərdim. Sağ olsunlar ali məhkəmədə hakim yoldaşlar. Həqiqətən bunu çox anlaşma ilə qarşıladılar. Hər iki işi ləğv eləyib, qaytardılar apellyasiya məhkəməsinə yeni baxışa. Yeni baxışda mən vəsadət verdim, bu işləri birləşdirdim. Və bank gəldi ki, mən vermişəm, bu imzası var, filanı var. Amma bunlara dedilər ki, bu cavab deyirlər, buna cavab verə bilmərlər. Bunlar heç bir miras qəbul eləməyiblər. Yoldaşı da gəldi ki, mən də heç bir miras qəbul eləməmişəm, amma birgə nikah dövründə elde edilmiş əmlak var da, burada budur. Getdilər evə də baxış keçirdilər ki, evdə də heç bir təmir olmayıb, heç nə olmayıb. Son nəticədə mən vəsadət verdim ki, ümumiyyətlə bankın tələbi rədd olunsun. Nümayəndəsi gəlib burada deyir ki, biz öz riskimizə vermişik ona zaminsiz. Riskə vermişsən, indi adam da ölüb də. Heç bir zamini də yoxdur, girovu da yoxdur. Nə istəyirsən? O birisinə də dedim ki, orada yəni məsələ müəyyən olanda ki, sən bunu nə ilə sübut edirsən ki, sən buna bu məbləğdə pulu vermişsən və orada deyirsən ki, məndən borc istədi. İndi burada gəlib deyirsən ki, mən İrana ürəyimi əməliyyat eləməyə gedəcəkdir. Bu dedim, çox vacib lazımdır. 1-2 aylığa bunu mənə ver. Deyirəm, axı bu səhər verəndən 7 ay sonra ölüb, 1-2 aylığa. Yox, sonra dedi ki, elə bu gün verəcəm, səhər verəcəm. Deyirəm, bəs sən nətər təcili əməliyyata gedirdin ki, bu 7-8 ay ərzində elə salamazsan burada. İndi də elə xeyli keçib, 1 ildən çox keçib. Ölən adamın ili də çıxıb ondan sonra, nə bilim nə filan. Hakim orada hesab edirəm ki, çox ədalətli bir qərar qəbul elədi. Bu şəxslər ki var, hansı ki atası, anası, bunlar ümumiyyətlə mirası qəbul eləmədilər. İşi dayandırdı və dedi ki, varis müəyyən olunsun. Varis də bunun həyat yoldaşı idi. Ərizə verdi, evi qəbul elədi. Ev qəbul edildən sonra ekspertiza təyin edildi, evi qiymətləndirdilər. Biz də orada yazdıq. Evin yarısı qadının payına düşdü. Yarı məbləğin bu iki dənə bankla bu adamın arasında məhkəmə qərar qəbul elədi ki, evin qiyməti, bu yarı qiyməti hardasa bir
35 bin zat təklif. Bu 35 bin bunlar arasında tən yarı bölünməklə bunlara ödənilsin. Bu xanımdan alınsın, ödənilsin. O da dedi ki, yaxşı mən razıyam da. Yəni ki, əgər belədirsə, yavaş-yavaş mənə bu pensiya verirlər, o pensiyadan tutarlar və belə bir ödəniş elədilər. Yəni belə bir hal olub. Amma bu məhkəmə çox gərgin keçmişdi, çox gərgin bir vəziyyət idi. Belə bir nümunə olacaq bir iş idi ki, 2 instansiya məhkəmə, həm birinci instansiya məhkəməsi, həm apellyasiya məhkəməsi mirası qəbul etməmiş şəxslərdən ölən adamın borcunun tutulması barədə qərar çıxartmışdılar. Qanunun birbaşa pozuntusuydu. Ali məhkəmənin çıxartdığı qərar nəticəsində biz apellyasiya instansiya məhkəməsində onu müsbət həll elədik. Sonra da ona kassasiya şikayəti verilmədi. Elə qətnamə o qaydada qüvvəyə mindi, qəbul elədik.